Qələmini neylədik? Demək uşaqlar, təzyiqdə o qrafiklə qaba su tökülmənin qrafik qurulması var. Onlar biraz uşaqlar üçün çətinlik törədəndə bir onları mən sizə izah vermiş olum. Demək, başqa sualı belə quraq. Birim belə quraq. Bu səhv etmirəmsə Kaspi də belədir. Kaspi də belədir. Bu formadadır. Başqa birini belə quraq. Eynisinin birində bunun yanında qurmuş olaq. Bura K nöqtəsi götürürük. Burada da eyni zamanda K nöqtəsi. Burada da K nöqtəsi. Burada da K nöqtəsi. Burada K nöqtəsi var. Su hardan tökülür? Baxın, su buradan aşağı tökülür. Buradan aşağı su tökülür. Krantda da buradan aşağı su tökülür. Yəni, buradan aşağı su tökülür. Krantda da. Buradan aşağı su tökülür uşaqlar. Bu tərəfə tökülür. Hələ ki. Burası tökülür. Burada da burası tökülür. Burada K nöqtəsinin üzərinə tökülür əvvəlcə. Burada isə K nöqtəsinin üzərinə tökülmür hələ ki. Aydındır. Bizdən soruşur ki, təzyiqimiz zaman keçdikcə necə dəyişəcək? Nə formada dəyişəcək uşaqlar? Təzyiqimizin zamandan asılı qrafikini qurun deyir. Hətta imkan versə mən bunu aşağıdan çəkim biraz. Təzyiqimizin zamandan asılı qrafikini qurun deyir. Uşaqlar, bunu necə başa düşək? Qısa, sizə rahat bir üsulunu deyəcəm. Baxın, krantdan tökülən su vahid zamanda eyni qədər su töküldüyünü qəbul edək. Aydındır, eyni qədər su töküldüyünü qəbul edək. Məsələn, deyək ki, 5 saniyədə 30 sm kub su tökülür. Aydındır, və ya 30 mm kub, 30 sm. Misal verək də, yəni elə bir krant üçün çox su tökülür. Elə deyək, qəbul edək ki, 5 saniyədə 30 sm kublu su tökülür. Aydındır. Məsələn, buranın sətin sahəsi olsun S bərabərdir 5. Hündürlüyü də olsun, bax, buranın da hündürlüyü H da olsun 6. Burada su sütununun həcmi necə tapar? Bax, buranın həcmini. V bərabərdir SH deyilmi? 5 saniyədə nə qədər tökülür dedim? 30 sm bu. Düzdür. Tutaq ki, 5 vur 6 neçə eləyir? Uşaqlar, 5 vurulsun 6 eləyir 30. Santimetr kub neçə saniyə tökülür uşaqlar? T bərabərdir 5 saniyə müddətinə. 30 metr. Növbəti 5 elminə qulaq asaq sonra. Növbəti 5 saniyə müddətinə yenə nə qədər su töküləcək? Yenə 30 metr kub. Bura doldu da, düzdür. Növbəti 5 saniyə müddətinə 30 metr kub töküləcək. Tutaq ki, sahə bura 5-dirsə, buranın da sahəsi olsun 5. İkisinin buradakı cəmi neçə olacaq? 10. Yenə V30 olması üçün hündürlük nə qədər olmalıdır? H. 6-nı 10-a vursaq necə eləyir? 60. Bəlkə H3 olmalıdır. H-ımız bax burada 3 olsun ki, sahə neçədir buradan bura? 5, 5. 13-ə vuraq, neçə eləsin? 30. İndi müşahidə edin uşaqlar. Növbəti 5 saniyə müddətinə hansı hündürlüyə qalxacaq? Növbəti 5 saniyə müddətinə əvvəl birinci 5 saniyə müddətinə 6 metr hündürlüyə qalxır. Sonra növbəti 5 saniyə müddətinə 3 metr hündürlüyə, yəni ümumilikdə 9 metr hündürlüyə qalxır. Təzyiq düsturu nə idi uşaqlar? P bərabərdir rho J H deyilmi? Rho dəyişməyib, J dəyişməyib. H birincidə 5 saniyədə 6 qalxdığı üçün təzyiq şiddətlə artıb. Növbəti 5 saniyə müddətində isə artıb, amma şiddətlə arta bilməyib. Təsəvvür edə bilirsiniz? İndi qrafikdən görəcəksiniz. Buyurun qrafikinə baxaq. Uşaqlar, ilk 5 saniyə müddətində
Bax 5 saniyə müddətində təzyiqimiz olub neçə oldu uşaqlar? Məsələn 6P oldu. Proje H-dır da, H-mız 6 dəfə artdı. 6P oldu. 6P oldu. Siz növbəti 5 saniyə müddətində nə qədər artdı uşaqlar? 3. Cəmi 9. Növbəti 5 saniyə müddətində isə uşaqlar təqribən artacaq, amma çox artmayacaq. Bura olacaq 10 saniyə müddətinə, bura olacaq ki 9P. Yəni artdı, amma əvvəlki qədər artmadı. Söhbəti tuta bilirikmi? Başa düşürükmü Nərmin? Sıxıntı yoxdur ki. Bir də deyirəm Nərmin. İlk 5 saniyədə hündürlük şiddətlə artıb. Çünki Rho-dan J-dən H-dan asılıdır. H şiddətlə artdığı üçün təzyiq də şiddətlə artıb. İlk 5 saniyə müddətində artış şiddətli olur. Növbəti 5 saniyə müddətində isə artış hündürlük onun yarısı qədər olur. Aydındır? Ona görə də təzyiq növbəti 5 saniyə müddətdən ondan biraz daha aşağı olacaq. Yəni bucaqca da kiçik qiymət alacaq, hündürlükcə də. Yəni təzyiq artıb, amma nə qədər artıb? 3 artıb. Aydındır? Bəs yaxşı, amma 5 saniyə müddətinə artıb. Ona görə də biz düz asılı götürə bilmirik. Nə vaxt düz asılı götürərdik? Növbəti 5 saniyə də eyni qədər artsaydı, düz götürə bilərdik. Təsəvvür edə bildiniz? Niyə azalır? Kəskin artır. Növbəti 5 saniyə nə qədər hündürlük qalxıb? Təzyiqimiz nədən asılıdır? Rho-J-H. H-mız nə qədər azaldı? Əvvəl nə qədər? 6 idi, sonra 2 dəfə azaldı. Təzyiq nətər şiddətli artsın? Şiddətli azalmalı deyil əslində. Başa düşürsən? Təsəvvür edə bildik Mehriban? Yusif? Keçək indi bunun izahını artıq siz rahat verə biləcəksiniz. Bax, indi siz bunun izahını rahat verə biləcəksiniz uşaqlar. İndi müşahidə edək. P-nin zamandan asılıqlar. Bax, bura qədər su gec dolacaq. Aydındır. Nisbətən təzyiqin artışı zaman keçsən gec baş verəcək. Qəbul edəkmi Mehriban? Çünki sahə böyükdür. Hündürlük dolana qədər gec dolacaq. Aydındır. Ona görə təzyiqimiz gec artacaq. Sonraki 5 saniyə müddətə qəbul eləmişdik də bayaqları. Sonraki 5 saniyə müddətinə isə, sonra 5-in şiddətli artacaq. Aydındır. Yəni olacaq da ki 10 saniyə müddətində bayaqları elə ki əvvəlcə 3P olsun, sonra olsun məsələn 9P. Əvvəlcə indi ikincidə hündürlük daha şiddətli, buradan bura daha sürətli artacaq. Aydındır. Başa düşürsən? Ona görə də bax bu formada olacaq. Bəs burada yavaş-yavaş arta gedir. Çünki burada kesik qırıq hissələr yoxdur da, aydındır. Ona görə də buradakı artış uşaqlar zamandan asılı olaraq baxın görürsüz, yəni bu proses arta gedir. Çünki burada daha tez olacaq. Məsələn fikir vermisinizsə butulkaya su tökürsüz. Ağız hissəsinə gələndə daha sürətli olur. Hə, fikir vermisiniz o daralır ya ağız hissəsi butulkanın məsələn nazilir. O nazildiysə də su daha tez olur. Bax ona görə də daha tez hündürlük. Təzyiq də həmişə nədən asılıdır? Sahədən asılı deyil ki, hündürlükdən asılıdır. Ona görə də yavaş-yavaş arta belə gedəcək. Aydındır. Problem yoxdur ki. Onda bunun əksi olsa necə olardı? Onda belə hərəkət edərdi. Razısınız? Yəni əksin versəydi belə gedərdi. İndi baxın uşaqlar, bu qrafika qulaq asağın. Bu qrafika qulaq asın. Bax bura bir dənə diqqət edir. P-nin T-dən asılıq qrafiki. Fikir verin uşaqlar. Elə bir ki balaca bu hissəni kiçik çəkdim. Əvvəlcə su burada olur. İçinəsi narahat oldu orada elə. Sağmat su dedi qulaq as da. Əvvəlcə bura qədər təzyiq artır. Tez olur. Bax tozu təzyiq artır. Şiddətli olar, zamandan asılı artır. İlk 5 saniyə təzyiq artdı. Sonra bura dolduqdan sonra hara töküləcək? Bura töküləcək. Burada hələ ki hündürlük dəyişməyəcək ki. K nöqtəsindən nəzərən təzyiqimiz hələ ki artmayacaq. Ona görə də növbəti tutaq ki 5 saniyə müddətinə heç bir dəyişiklik yoxdur. Gəlib nə vaxta kimi? Bu hündürlüyə çatana kimi. Yox, çatdı mı bu hündürlüyə? İndi artanda ikisi birdən artmağa başlayacaq. Düzdür? Təzyiq artacaq, amma əvvəlki qədər artmayacaq. Tutaq ki, məsələn, bu belə artacaq. Məsələn.
Aydındır. Tutaq ki, bura 6P-dir. Burada olub ki 9P. Aydındır. Məsələn, tutaq ki, nə bilim 15 saniyə müddətinə. Təsəvvür edə bilirik. Bəli, axırıncısına baxaq uşaqlar. İndi bunu siz mənə deyil, P-ni T-dən asılı qrafik edir. Buyurun. Birinci dəyişmir. Çünki sıfıra tökülür. K nöqtəsində heç bir dəyişiklik yoxdur. O zaman 0. İlk 5 saniyə müddətində tutaq ki, heç bir dəyişiklik yox. Məsələn. Sonra şiddətli artır. Şiddətli artır. Məsələn, yenə biz bunu öyrəşmişdən indi 6P dedik. Nə deyəsin? Sonra dolacaq bu bura. Bura doldu mu uşaqlar? Bura dolandan sonra artış yavaş-yavaş artış. Bu nisbətən zəif artış. Gedəcək məsələn burada deyəcək 9P. Aydın oldu? Yaddan çıxartmayın. Baxın, bu yeni topluluqda daha çox əlavə olunub və tez-tez bu tip suallar düşür. Bunu yadınızdan çıxartmayın.